sebeplerdendir. Hürmetli hemkarlar, hürmetli bizim özellikler, benim kendilerim, mutlakları, hürmet resimlerimiz. Bizim ülkemizin hem iktisadi ülkemizden hem siyasi ülkemizden güçlü lider ülke kimi else gelmesinde baktığı büyük bir işin neticesidir ve ben çok minnettarım. Zaten ben sizlere Tədbir iştirakçıları, mən də icazə verin hamınızı salamlayım və qeyd olunduğu kimi bu kitabın ərsəyə gəlməsində həm məsuliyyəti üzərimə götürənlərdən biri kimi birinci ciletdə sistemli olarak bütün dünyanın milletleri. Azərbaycanda tarixin yerdə böyük dəyərdir. Bir sistematik olarak yaşıl teknolojiyalara həsr olan bir konferans keçiririk. Hem de değerli ailemiz için kitap yapıldığı gibi ensiklopedik bilgiler olan, ensiklopedik mutlak olan çok güzel bir dergiydi. Bu kitaplar yazılmalı, her bir kitap bir hadise. Ben size teşekkür ederim. Çünkü hamı için eser. Ve ama diyeyim ki bu tarih çok da böyle kısa tarih değil. En azı 8 milli tarih. Çok güzel değerli mütehassisler, akademikler, şerefli olmak. Ben boşuluyorum bu fikirlere. Ne derecede insan öz işini, öz peşəsinin ruhunu olmalıdır ki, bu kadar emek sərf eləsin, bu kadar zəhmət sərf eləsin və belə bir nəhəng iş düzü görsün. Hörmətli alimlərimiz danışdı, mən sanki bir oxucu olaraq, heç bir dərəcəsi olmayan bir oxucu olaraq istəyirəm kitab haqqında öz fikirlərimi. Doktorantlar, magistrlər, burada əyləşən hər birimiz oxuyaraq öyrənəcəyik. Bildiklərimizi xatırlayacağıq, bilmədiklərimizi isə öyrənəcəyik. Deməli, burada biz bir müəllimlik və ən əsası alim mövqeyi və müəllim mövqeyi ilə yanaşı bu bir vətəndaşdır. Çap olunmasının 2025 yılında təsadüf etməsi bəlkə də bir simvolik məna daşıyır. Yayınlanmayan eser oraya benzer. Sadık Mənim özelliği ondan ibarettir ki, bildiklerini topladıkları tüm bilgi ve kaynakları hemen elinin önünden çevirir. Sadık Mənim bizim ölkəmizdən az insanlardan, diyarlardan biri.
Hem âli riyaziyyat təhsili var, hem âli hukuk təhsili var, hem de âli idarəetmə təhsili var. Sərdən istifadə edib demək istəyirəm. Çox qiymətli bir insan kimi özünü təsvir edir. Yəni, Sadık müəllim bu qədər nəhəng poliqrafik sayfaları burada qeyd edildi, hamı dedi ki, bu nəhəng poliqrafiya ilə vermək istədiyi subliminal alt mesajlar cəmiyyət üçün nədən ibarətdir? Bunlar bir müəllif kimi almaq istədim. Mən də öz bilgimlə sizinlə görüşəcəm. Herodot tarix kitabında yazır. Bugün Azərbaycan tək Bakıdan ibarət deyil. Bir üzü Kərkik, bir üzü İsfahan, böyük bir ərazini əhatə edir. Nefti milli maraqların xidmətini öyrənən, onun siyasi suverenliyin dayağına çevirən məhz həmin müzakirə lideridir. Bugün isə biz həmin xəttin həm davam etdiyini, həm də inkişaf etdiyini görürük. Bu inkişafın arxasında möhtərəm Prezident İlham Əliyevin dövlət ağlı, strateji ardıcıllığı və qlobal miqyasda düşünən siyasi iradəsi bəllidir. Vasitə qənaət baxımından çox gözəl dediniz dostlarım. Etnik millətdən siyasi millətə keçid mərhələsində yorulmadan çalışan insanlar. Mənim həmkarlarım, rəsmlər, bir sözlə hər birinizə çox təşəkkür edirəm ki, sona qədər belə səbrlə və gözəl bir müzakirələrdə iştirak edərsiniz. Səməd müəllim bizim ekspertimizdir. Bir anlaşmamız var, üzrə deyirəm, deyir ki, sən nə yazsan, sən bax, mən bütün kitabları çarayacaqsın.